Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Ssenari ayımlarının yarpaq test vəsaitindən dördüncü testin izahı ilə davam etmiş oluruq. Mövzumuz yuvarlaqlaşdırmadır. Yuvarlaqlaşdırma, yəni sonunu sıfırlaşdırmaq deməkdir. Və yuvarlaqlaşdırma zamanı hansı mərtəbəyə qədər yuvarlaqlaşdırma deyilsə, həmin mərtəbədə duran rəqəmin altından xətt çəkirik və ondan kiçik mərtəbədə duran rəqəmə görə yuvarlaqlaşdırma aparmış oluruq. Əlbəttə, qayda haqqında tapşırıqların izahı zamanı danışmış olarıq. Birinci tapşırığa baxırıq. Ya ki, verilmiş ədədi ardıcıl olaraq onluqlar, yüzlüklər və minliklərə qədər yuvarlaqlaşsaq, sırayla hansı ədəd alarıq? Deməli, birinci onluqlara qədər yuvarlaqlaşdırmış olsaq, yəni burada yuvarlaqlaşdırıb ardıcıl yazaq. Birinci onluqlara qədər yuvarlaqlaşsa olacaq 234.090 olmuş olacaq. 234.090 etmiş olur. Daha sonra yüzlüklərə qədər yuvarlaqlaşdırmış olsa olacaq 234.170 olacaq. Daha sonra minliklərə qədər də deyir. Bu da olacaq 234.070 olacaq. Və baxırıq ki, bu variant 234.090, 234.100 yoxdur burada. A variantı getdi. 234.090'lar lazımdır. 234.100 və 234.000 C variantında verilmişdir. 2-də yazır ki, ən böyük 4 rəqəmli ədədi onluqlara qədər yuvarlaqlaşdırsaq neçə alınacaq? Ən böyük 4 rəqəmli ədəd 9999-dur və bunu onluqlara qədər hər hansı bir mərtəbəyə qədər yuvarlaqlaşdırmış olsa olacaq 10.000 və doğru cavabımız A variantında verilib. Tutaq ki, onluğa qədər də yuvarlaqlarsa eyni cavab alınır, yüzlüyə qədər də, hətta minliyə qədər də yuvarlaqlarsa cavabımız eyni olmuş olacaq. 3-ə baxırıq. Ya ki, minlik mərtəbəsindən 4 muncuq götürüb onluqlar mərtəbəsinə 2 muncuq əlavə edib alınan ədədi yüzlüklərə qədər yuvarlaqlaşsaq neçə alınır? Bir də baxaq, minlik mərtəbəsindən 4 muncuq götürdük. Bura 4 dənəsini əlavə etmiş olduq. Və ondan sonra deyir ki, onluq mərtəbəsində 4 muncuq götürüb onluqlar mərtəbəsinə 2 muncuq əlavə edib, 2 dənəsini əlavə edirik, 3 dənə yazdım. 2 dənəsini əlavə edib alınan ədədi. Ədədimiz neçə olacaq? Baxırıq ki, 10 minliklər 5-dir. Daha sonra mən minliklərdən götürməmişəm. Üzrü sayasız, bəzən diqqətli. Minliklər mərtəbəsindən götürüb 4 muncuq götürdük. Bunun 4 dənəsi silindi buradan. Bura onluqlar mərtəbəsinə 2 dənəsini əlavə edək. Olacaq 10 minliklər mərtəbəsi 5. Daha sonra minliklər mərtəbəsi də 5-dir. Yüzlüklər mərtəbəsi 4. Daha sonra gələcək onluqlar mərtəbəsi 7. 5-də o da 2, 7. Və təhlillər mərtəbəsi də 3 olmuş oldu. Bunu deyir ki, alınan ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırmış olsaq, bu zaman olacaq 55.570 olacaq. 55.500 də B variantında var. 4-də yazır ki, 265.174 ədədini 10 minliklərə qədər yuvarlaqlaşsaq neçə alınacaq? Ədədin özünü yazaq. Sinifdən əvvəl 265 yazırıq. 265. Daha sonra da 574. 574. Neçəyə qədər? Əlbəttə ki, 10 minliklərə qədər deyir. 10 minlik mərtəbəsində 6, ondan kiçik mərtəbədə 5 durduğuna görə kiçik mərtəbədəki rəqəm 5 və 5-dən böyük olarsa, o zaman yuvarlaqlaşdırması tələb olunan mərtəbənin altından xətt çəkdiyimiz mərtəbə bir vahid böyüyəcək. Əgər o böyünən rəqəm 9 olarsa, o zaman 0 yazılır, növbəti mərtəbəyə əlavə olunur ki, burada isə 9 deyil, 6-da 20, yəni 20, daha doğrusu olacaq 270.070 olacaq ki, 270.000 də C variantında var. 5-də yazır ki, hansı ədədi minliklərə qədər yuvarlaqlaşsaq, digərləri ilə müqayisədə ən böyük ədəd alınır.
Əlbəttə, nə zaman böyüyə bilər? Minlikdən kiçik mərtəbədəki rəqəm böyük, belə desə 5 olsun və burada ən böyüyü olmuş olsun minlik mərtəbəsində. Burada minlik mərtəbəsində ən böyük 6 var və 6-dan sonra birində 1 gəlir. Bu olmaz, amma 5 gələn bir vahid böyücə və 7000 olmuş olacaq. Minliklərə qədər deyirdi. Və bu da B variantıdır. Növbəti baxırıq ki, 6-da yazır ki, hansı ədəd 100 minliklərə qədər yuvarlaqlaşdırıldıqda artır? 100 minliklərə qədər yuvarlaqda artması üçün 10 minlik mərtəbəsində rəqəm 5 və ya 5-dən böyük olmalıdır. Burada da C variantında olan 384.291 ədədi 100 minliklərə qədər yuvarlaqlaşdırdıqda 400 min olacaq. 7-də yazır ki, aşağıdakı rəqəmlərdən bir dəfə istifadə etməklə yazılan ən kiçik 6 rəqəmli ədədi 10 minliklərə qədər yuvarlaqlaşdırın. Bir dəfə istifadə etməklə yazılan ən kiçik yazmaq istəyirsə, ən kiçik rəqəmi ən böyük mərtəbəyə yazırıq ki, burada ən kiçik rəqəm 0-dır, amma 0 ilə başlayan olmadığına görə 5 ilə 0-ın yerini dəyişirik. Daha sonra 6, 7, 8, 9 oldu 506.789 və bunu 10 minliklərə qədər yuvarlaqlaşdırmış olsaq, olacaq 510.000 etmiş olacaq. 510.000 də B variantında var. 8-də yazır ki, hansı variantda ədəd səhv yuvarlaqlaşdırılıb? Minliklərə qədər yuvarlaqlaşdırılıb və əlbəttə 257.000 olacaq. Doğrudur. Bu da 10 minliklərə qədər yuvarlaqlaşdırılıb, olacaq 370.000 olmalıdır, amma 360.000 yazılmışdır. Deməli, səhv yuvarlaqlaşdırılan B variantıdır. 9-da yazır ki, 7265, 7955, 7100, 7345, 7755, 7666, 7284 ədədlərindən neçəsinin minliklərə qədər yuvarlaqlaşdırdıqda 7000 alınır. Hamısının minlik mərtəbəsi 7-dir və hansında ki 7-dən sonraki rəqəm 5-dən kiçikdir, yəni 0-dan 4-ə qədər olarsa, onları yuvarlaqda 7000 alınacaq. Bu da 1, 2, 3 və 4. 4 dənəsi B variantı. Onda yazır ki, fikrimdə tutduğum ədədin minliklər mərtəbəsindəki rəqəmi 5, onluqlar mərtəbəsindəki rəqəmi 5-dən böyük, 9-dan kiçik tək ədəddir. Bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 5100 alınır. Fikrimdə tutduğum ədəd hansıdır? Deməli, biz bilirik ki, minliklər mərtəbəsində 5-dir. Minlikli baxırsan. Fikrimdə tutduğum ədəd minliklər mərtəbəsindəki rəqəmi 5. Tamam, yazdıq. Onluqlar mərtəbəsindəki rəqəmi 5-dən böyük, 9-dan kiçikdir. Onluqlar mərtəbəsi fərq etməz. 5-dən böyük, istənilən və 8. Burada da fərq etmiş olmur. Daha sonra deyir ki, bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda, yüzlüyə qədər yuvarlaqlaşdırdıqda, deməli, burada 5-dən böyüksə, burası 0 olmalıdır ki, biz bunu yüzlüyə qədər yuvarlaqlaşdırdıqda 5100 alınmalıdır. Deməli, bu ədəd 8 də ola bilər, 6 da ola bilər, nəysə bir önəmli deyil. Əsas odur ki, nə alınmış olsun, baxırıq ki, burada elə birinci variantda olan ədəd alınmış ola bilər, nə? Deyir ki, bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 9-dan kiçik tək ədəddir deyir. Buna fikir vermədik. Yəni 5-dən böyük, 9-dan kiçik tək ədəd 7-dir. O səbəbdən də biz bura 0 da yaza bilərik, fərq etməz B variantı. Bir daha deyirəm, yəni tək ədəd dediyinə görə 7 yazırıq. Burası 0 yazıb yazmasaq da olar. Sadəcə variantlara baxırıq ki, doğru uyğun variant. Yəni təhlikdə hər hansı bir rəqəm yazıla bilər. Amma onluqda verilən varianta görə 7 yaza bilərik, başqasını yaza bilmərik. Burada da 0 yazmalıyıq ki, bir vahid böyüdüb 100 olsun. 11-də yazır ki, aşağıdakı ədəd onluqlara qədər yuvarlaqlaşdırdıqda hansı ədəd alınır? Aşağıdakı ədəd 4078-dir. 4078-i onluqlara qədər yuvarlaqlaşdırmış olsaq, bu zaman 4080 alınmış olacaq ki, doğru cavab daha variantında var. Hər rəqəmdən bir dəfə istifadə etməklə düzələn ən böyük 5 rəqəmli ədədi
minliklərə qədər yuvarlaqlaşdırsaq neçə alınar? Hər rəqəmdən bir dəfə istifadə etməklə düzələn ən böyük 5 rəqəmli. Ən böyük 5 rəqəmli bu rəqəmlərdən düzəlsək 9 yazarıq ən böyük mərtəbəyə. Sonra burada 7 var, 7-ni yazarıq. 6 var, 6-ni yazarıq. 5 var, 4 yoxdur. Amma 3 var. Və bunu deyir ki, minliklərə qədər yuvarlaqlaşdırsaq neçə alınacaq? 98.000 alınmış olur ki, bu da B variantında verilmişdir. 13-də yazır ki, minliklərə qədər yuvarlaqlaşdıqda 18.000 alınan ədəd aşağıdakılardan hansıdır? Bunu yuvarlaqlaşsa alınmayacaq. Bunu 18, bu da alınmayacaq. 19.000 alınır. Bu 18.000 alınacaq. Bizdən də 18.000 istəyir zaten. 18.000 alınır C variantıdır. 14-ə baxırıq ya ki, usta bir aya 29.824 detal hazırladı. Usta bir aya təxminən neçə min detal? Min deyirsə minliklərə qədərdir ki, bu da 30.000 etmiş olacaq. Doğru cavabımız C variantında verilmişdir. 15-də yazır ki, rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli ədədi 10 minliklərə qədər yuvarlaqlaşsaq neçə alınır? Rəqəmləri müxtəlif olan ən böyük 5 rəqəmli ədədi yazmaq istəyirsə, o zaman 9-dan başlayaraq kiçiyə doğru getmiş oluruq ki, bu da 98.765 etmiş olacaq. Burada tək və ya cüt demədiyinə görə, yəni biz təkləri təkdə yazdıq və bunu 10 minliklərə qədər yuvarlaqlaşdırmış olsaq, əlbəttə ki, 100.000 alınacaq ki, doğru cavabımız da B var. Niyə 100.000 alınır? 8 gəlir və 9 bir vahid böyüyəndə 10 olmuş olacaq. Əgər məsələmdə ki, bunun qabağında bir dənə də 2 olsaydı, o zaman bura 0 yazardı 9-un yerə 2 bir vahid böyümüş olacaqdı. Yəni, necə ki, ədədlərin toplanması zamanı, məsələn, 2 rəqəmli 10 alınırsa, 0-ı yazırıq, növbəti mərtəbəyə 1 əlavə etmiş oluruq. Boş xanaya yazılan ən kiçik ədədi əvvəlcə yüzlüklərə, sonra isə alınan ədədi minliklərə qədər yuvarlaqlaşsaq hansı ədəd alınır? Ən kiçik ədəd burada 234.480 olmuş olacaq. 234.480. Yox, böyükdür burada. Ən kiçiyə də 82. Fərqi yoxdur, onsuz da eyni cavab alınacaq. Ən kiçik ədəd əvvəlcə yüzlüklərə qədər yuvarlaqlaşdırmış olsaq, olacaq 234.500 alınmış olur. Bunu da daha sonra deyir, minliklərə qədər yuvarlaqlaşdırmış olsaq, 234.500-ü də minliyə qədər yuvarlarsa 235.000 alınacaq. 235.000 də C variantında verilmişdir. Bu qədər. Növbəti 5-ci testin izahı ilə qarşınızda olaraq. Hələlik sağ olun. Bəyənməyi və kanala abunə olmağı unutmayın.